Bakı metropoliteninin Azadlıq prospekti stansiyasında hərəkətdə olan qatarlardan birində texniki nasazlıq qeydə alınıb. Hadisə ilə bağlı qurumun yaydığı məlumata görə təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişinlər dərhal vaqonlardan düşürülüb və qatar baxış üçün Dərnəgöl stansiyasının sərnişindaşımanın həyata keçirilmədiyi birinci yoluna yönləndirilib. Məlumatda bildirilir ki, operativ tədbir çərçivəsində Nərimanov elektrik deposundan ehtiyat qatar xəttə buraxılıb. Bu addım sərnişin axınının davamlılığını təmin etmək və xətt üzrə hərəkəti tam dayandırmamaq məqsədi daşıyıb. Lakin nasaz qatarın xəttdən çıxarılması və əvəzləyici qatarın qoşulması müəyyən vaxt tələb etdiyindən Dərnəgül Nərimanov sahəsində interval fərqi yaranıb. Hadisənin mümkün səbəbləri və nəticələri. Metro sistemində texniki nasazlıqlar müxtəlif səbəblərdən baş verə bilər. Elektrik təchizatı, qapı mexanizmi, əyləc sistemi və ya siqnalizasiya ilə bağlı problemlər ən çox rast gəlinən hallardandır. Qurum hələlik nasazlığın konkret səbəbini açıqlamasa da sərnişinlərin təhlükəsiz şəkildə düşürülməsi və qatarın baxış üçün depoya deyil, sərnişinsiz yan yola keçirilməsi risklərin minimuma endirildiyini göstərir. İnterval fərqinin yaranması isə xüsusilə pik saatlarında sıxlığa səbəb ola bilər. Dərnəgöl Nərimanov istiqaməti paytaxtın ən intensiv sərnişin axını olan hissələrindən biridir. Bu ərazidə qatarların gecikməsi platformalarda sıxlıq yarada və növbəti reyslərdə yüklənməni artıra bilər. Operativ reaksiya və ictimai gözlənti. Müsbət məqam ondan ibarətdir ki, ehtiyat qatarın qısa müddətdə xəttə buraxılması sistemin fövqəladə hallara hazırlıqlı olduğunu göstərir. Bu cür hallarda əsas prioritet sərnişin təhlükəsizliyi və hərəkətin mümkün qədər tez bərpasıdır. Bununla belə ictimaiyyət üçün ən vacib məsələlərdən biri məlumatlandırılmadır. Sərnişinlər gecikmələrin səbəbi və müddəti barədə vaxtında və aydın informasiya aldıqda narazılıq azalır. Bu baxımdan operativ açıqlamaların verilməsi və alternativ marşrutlarla bağlı tövsiyələrin paylaşılması vacibdir. Ümumilikdə baş verən hadisə metro kimi iri və kompleks nəqliyyat sistemlərində texniki risklərin qaçılmaz olduğunu göstərir. Əsas məsələ belə stansiyalarda çevik reaksiya, şəffaf məlumatlandırma və nasazlığın qısa müddətdə aradan qaldırılmasıdır. Hadisənin detalları ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.